Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullahi dostlar. Hər vaxtınız xeyir olsun. Biz səhabə və tabeinlərin bəzi Quran ayələrini təvil etdiyini gördük. Bugünkü verilişimizdə isə bəzi əhl-i sünnə alimlərinin bəzi Quran ayələrini necə təvil ediblər, onunla inşallah tanış olacaq. Birinci adını sadalayacağım alim Süfyan-ı Savridir. Bu şəxs öz kitabında, indi işarə edəcək hansı kitabda, gəlib yozur. Hansını? Məiyyəti. Allahın məiyyətini. Və huvə mə'akum əynəmə kuntum. Siz haradasınızsa Allah sizinlədir. Mə'akum. Orada deyir ki, məiyyət zatı deyil, elmidir. Əlbəttə, bütün vəhabilər demək olar ki, bu cür yozurlar. Amma digər ayəyə baxaq. Kulli şeyin halikun illə vəcihə. Hər bir şey həlak olacaq Allahın vəcihindən başqa. Yəni Allahın üzündən başqa. Deyir ki, vəcdən məqsəd yəni qəsdi. Allahın qəsdindən başqa hər şey həlak olacaq. Allahın qəsdi həlak olmayacaq. Təfsir-i Savridə səhifə 234-də bunu gətirib. Malik ibn Ənəs ki, özünüz də bilirsiniz, məşhur əhl-i sünnə alimidir. Allah təbarək və teala'nın nazil olmasını bu cür məna eləyir. Bu önəmlidir. Buna siz diqqət eləyin. Malik ibn Ənəs bilirsiniz də 2-ci əsrdə yaşayıb Hicri qəməri tarixindən 179-cu ildə dünyasını dəyişib deyirlər və Cəvhəri, Nəvəvi və Zəhəbi ondan bu məsələni nəql edirlər. Deyirlər ki, Yənzilu Rabbuna kullə leylətin ilə səmai dünya. Rəbbimiz hər gecə dünya səmasına, dünya asimanına inir. Dünya səması, səma dünya Quranda da istifadə olunub da bu söz. Deyir ki, məqsəd nədir? Məqsəd, yəni Allahın əmri, rəhməti və mələkləri nazil olur. Eyni ilə bizim dediyimiz məsələ ki, İmam Rıza əleyhissalama biri sual elədi ki, ağa, Allah özü cümə gecələri nazil olur. Bəziləri bu cür düşünürlər. İmam buyurdu ki, bunlar Həzrəti Peyğəmbərin sözünü təhrif ediblər, yalan danışırlar. Həmən axşamı, yəni cümə axşamı Allahın özü yox, mələyi yer üzünə nazil olur və o sözü deyir. Deməli, Malik ibn Ənəs də bu hədisi nəql eləyir və Nəvəvi, Zəhəbi də ondan nəql ediblər. Cəvhəri, məsələn ki, Musnəd-i Əl-Muvattəh Cəvhərinin musnədində bu var. Əl-Minhaz Şərh-i Səhih Müslimdir ki, Nəvəvinin dedik və digərləri bunu nəql ediblər. Gördüyünüz kimi bu önəmli məsələ idi ya, yəni vəhabilər Allahın həqiqi nazil olmasını qəbul edirlər ki, Allah həqiqətən nazil olur, zatı ilə yer üzünə nazil olur. Amma Malik ibn Ənəs deyir ki, xeyr, Allah təbarək və teala zatı ilə nazil olmur. Allahın nazil olmasından məqsəd, yəni rəhməti, əmri, yəni mələkləri yer üzünə hər gecə, hər cümə axşamı nazir olur. Və ityan məsələsi ki, o ayədə də oxuduq, ötən verilişimizdə onlar gözləyirlər ki, Allah təbarək və teala buludlara minib gəlsin. Bunu da elə o cür məna edirlər, yəni Allahın qüdrəti, rəfəti, bəzil etməyi, bəxşiş etməyi mənasında. Və hətta vəcih məsələsi, ki, Allahın üzü, görək necə, bəziləri hətta bunu da yozmurlar, deyirlər ki, elə Allahın üzü var, amma özünə layiq formada. Muhammed ibn İdris Şafii, bilirsiniz özünüzdə, daha şafilərin deyidir, əhl-i sünnənin məktəbinin, yəni 4 dənə onların məktəbi var da, fiqhi məktəbi, şafilərin imamı Muhammed ibn İdris Şafiidir. Hicri qəməri tarixinin 204-cü ildə təqribən yaşayıb, yəni o dövrlərdə. Orada ki, Allah Teala buyurur, فَأَيْنَمَا تُوَلِّ فَثَمَّ وَجْهُ اللّٰهِ Üzünüzü hara çevirsəniz, Allahın vəcihi oradadır. Deyir ki, yəni qiblə oradadır, cəhət oradadır. Bir də vəcihdən məqsəd, yəni qiblə kimi məna eləyib. Ya فَثَمَّ وَجْهُ اللَّذِي وَجَّهَكُمُ اللّٰهُ إِلَيْهِ ki, bunu təfsir İmam Şafiidə 10-cu cild səhifə 220-də gətirib. Hətta Əhməd ibn Həmbəl də təvil edib ki, Əhməd ibn Həmbəl də bilirsiniz, Həmbəlilərin və Vəhabilərin sevdiyi ki, Əhməd ibn Həmbəl özü hədis əhlidir, zahirə əməl eləyəndir, elə Vəhabilərin əsas deyək olar ki, o təməlini qoyanlardan biri sayılır. Əhməd ibn Həmbəl 241-ci ildə yaşayıb da. O da bu məsələyə isə "Və cəə Rəbbuk" ayəsi var. "Vəl mələku səffən səffa",
Fəcr surəsindədir də bu. Orada da Qazi Əbu Ya'la bunu nəql edir. Yəni Allahın qüdrəti mənasındadır. Təvil edir və Cərabbuk, yəni Allahın qüdrəti gələcək. Beyhəqi də nəql edir ki, yəni Allahın savabı gələcək. Və nəql bu da Beyhəqidə özünüz də bilirsiniz, Əhlüsünnə alimləri də Əl-Bidayə və Nihayə kitabında da bu var. İbn Kəsir də bunu nəql edib və digərləri bu məsələyə işarə eləyib. Gördüyünüz kimi, əlbəttə mən yenə də davam eləyəcək inşallah bu bəhsləri və digər şəxslərdən biri də ki, Muhammed ibn İsmail Buxaridir, Buxarinin müəlliflərindən biri. O da Allah Təbarək və Təalanın tavalə ilə bağlı bəzi xəbər sifətləri yazıb. Kulli şeyin halikun illa vəcihəhu, yəni mülk. Allahın mülkü. Səhih Buxaridə var, cild 6, səhifə 112-də. Ki, istəvanı da manası, istəva ilə səma, yəni irtəfə'a. Səmaya irtəfə'a, yəni istəva, yəni irtəfə'a. Nəinki şey mənasında istiva, yəni söykənmək falan, yəni. Əlbəttə, bunlar deyirlər ki, səma, yəni uluv. Səma, yəni uluv. Yəni Allah uluvdadır. Sonra da bu uluv məkanidir, yoxsa mənəvidir? Hansı uluvdan sən danışırsan? Yuxarıda olmaq ki, şərəf deyil. Yuxarıda olmaq ki, üstünlük deyil. Hardan deyirsən yuxarıda olmaq üstünlük? Mənəvi baxımdan bəli, yuxarıda olmaq üstünlükdür. Amma məkan baxımından biri yuxarıdadırsa, bu nə uluvu çatdırır, nə üstünlüyü çatdırır, nə şərafəti çatdırır. Və hətta o ayə ki, daha doğrusu hədis ki var, deyir ki, Allah gülür, laqad zəhikallahu leylətə min fəalikuma, yəni zəhikə, yəni rəhmətin mənası. Allahın zihqi, gülməyi, yəni Allahın rəhməti. Bunu deməli Beyhəqi və digərləri, hətta Təbəri də nəql edib. Ya Hafız-ı Tirmizi də ki, onların böyük əhl-i-sünnə alimlərindəndir. Orada ki, ayə ki vurur, yuarrifuhum, ya məsələn, onlara tanıtdıracaq hədisdir də bu, hadisdir. Orada da gətiriblər, yəni Allahın tanıyacaqlar, ya özünü Allah onlara tanıtdıracaq, gəlib deyib ki, yəni Allahın rəhmətini tanıyacaqlar, nəinki zatını. Ya Əbul-Həsən Əşəri istivanı hansı mənada götürüb, elə İthumə istiva aləl-ərş deyir ki, istivadır buradan məqsəd, yəni bizim başa düşdüyümüz mənada deyil, Allah Təbarək və Təalanın ərşi olsun. Yəni həmən başa düşdüyümüz məna, yəni Allah irtifa eləyib, yəni uluv eləyib, yəni hakimiyyətinə başlayıb. Bu mənanı. Əlbəttə, bu qədər elə düşünürəm, bəhs eləyir. İnşallah növbəti çəkilmişimizdə biraz da İbn Teymiyyəyə işarə eləyəcək. Və özünüz də görürsünüz də, təqribən əksər o ayələr, hədislər ki, nəql edirlər, demək olar ki, yozublar özləri də. Lakin, kim yozub? Əhl-i-sünnənin əsl alimləri, böyük alimləri. Amma vahabilərə gəldikdə görürük ki, məsələ tamamilə fərqlidir. Bu qədər. Və əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.